Salam əziz izləyicilər, mən şairə İsmirə Günəş, şəhid ailələrinə ziyarətlərim davam edir. Hal-hazırda Naxçıvanda daha bir qəhrəmanımızın ocağındayam. Adı dillərə əzbər olan və eyni adlı yüzlərlə şəhidimiz olan daha bir qəhrəmanımı tanıdım bugün. Məmmədov Əli, Naxçıvan şəhidimiz, övladın üzünü görməyən qəhrəmanlardan biridir. Adını daşıyan oğlu onun şəhadətindən sonra dünyaya gəlib. Hal-hazırda yanımda qəhrəmanımızın anası, atası və ömürgün yoldaşı, həyat yoldaşı dayanıb. Qəhrəmanımız haqqında çox danışmaq olar. Maşallah özü kimi çox gözəl bir balası var. Allah sizi o baladan sevindirsin. Allah sizə uzun ömür, can sağlığı versin ki, bundan sonra o balaca əlimizin gözəl sədalarına gələk. Gözəl günlərində bir araya gələk inşallah. Allah bacımıza da səbir, dözüm, güc, qüvvət versin ki, şəhidimizin əmanətini onun ürəyi istədiyi kimi böyüdə bilsin. İstəyərdim ki, şəhidimiz haqqında qısa da olsa hər biriniz bir-iki kəlmə deyəsiniz. Kadrları izləyən hər kəs qəhrəmanımızı bir daha tanımış olsun. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət, məqamları ucu olsun. Qazilərimizə də can sağlığı versin. Əli mənim oğlum olaraq yox, Əli yəni çox belə mehriban, nə bilim hər şeyin yerini bilən uşaq idi. Ailəsinə, atasına, anasına, bacısına, qardaşına sadiq uşaq idi. Dövlətini sevən, bayrağını sevən oğluydu. Elə bayraq üstündə də yəni getdi. Bayrağa da püçüldü gəldi. Nə bilim. Allah sabır versin sizə. Amin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah'ın ruhunu şad eləsin. Biz də şəhidlərimizlə fəxr edirik. Şəhidlərimiz elə bir iz qoydu ki, onlar demək olar ki, bütün Azərbaycan əvəzindən danışdı. Allah hamısının ruhunu şad eləsin. Biz valideynlərə də səbir versin, qazilərimizə şəfa versin, yoldaşına səbir versin. Allah sizlərdən razı olsun. Allah sizlərə ömür versin ki, hər zaman şəhidlərimizi belə yad edəsiniz. Çəkilişləriniz olar, işıqlandırasınız, gənc nəslə çatdıraq. Bizlər də sizin kimi ancaq günümüz şəhidlər xiyabandadır, tədbirlərdədir, gənclərimizin yanındadır. Biz gənclərimizi aşılamalıyıq, vətənimizi, bayrağımızı, torpağımızı sevdirməliyik. Bugünkü gün bir ata olaraq mənim bugünkü gün bu canım, bu vətənimə, bu torpağıma, bayrağıma qurban olsun. Onlar bizim şəhidlərimizin bu vətən, bu torpaq, bayraq əmanətidir. Allah hamımıza səbir dözüm versin. Allah ruhlarını şad eləsin. Amin inşallah. Allah səndən razı olsun ki, bugün şəhidin anasını, atasını tək qoymursan. Bugün bizim qəhrəmanımızın nəfəsi bu evdə duyulur. Mən bilirəm ki, o atanı da bu ananı da ayaq üstə saxlayan, yıxılmağa qoymayan balaca əlimizdir, şəhidimizin əmanətidir. Sən var ol ki, öz dərdinlə yanaşı, atanın, ananın da qəlbinə təsəlli olmağa çalışırsan. Əziz izləyicilər, bugün biz Əlimizin ocağındaydıq. Bu dəfə Məmmədov Əlinin ocağındaydıq. Yolumuz Naxçıvana düşəndə bu ziyarətgahı da ziyarət eləməyi unutmayın. Şəhidləri bugün biz tanıyırıq, gələcək nəsillər də bizlərdən tanımalıdır. Hər birinin ruhu şad olsun.